Hər birinizi salamlayıram. İngilis dilində cemlər haqqında danışmağı öyrənməyə hazırsınız? Elə isə gəlin birlikdə gündəlik həyatda istifadə edə biləcəyimiz çox faydalı sözlər və ifadələr öyrənək. Gəlin ilk növbədə özümüzə bu sualı verək. İndi, hal-hazırda geyindiyiniz paltarı ingiliscə təsvir edə bilərsinizmi? Bəlkə də biraz çətindir, hə? Amma narahat olmayın. Bu qısa izahın sonunda məqsədimiz bu suala rahatlıqla əlbəttə deyə bilməkdir. Başlayaq. Yaxşı, hər şeyin təməli bilirsiniz ki, sözlərdir. Ona görə də gəlin elə ən çox işlənən geyim adları ilə başlayaq. Gəlin ilk sözlərimizə baxaq. Ekranda görürsünüz. Birinci sözümüz shirts. Gəlin birlikdə tələffüz edək. Shirts. Super. Bu köynək deməkdir. İkincisi shoes. Tələffüzünə diqqət edək. Shoes, yəni ayaqqabı. Sonra gəlir pants. Tələffüzü pants, mənası isə şalvar. Və son olaraq skirt, yəni skört. Bu da bildiyimiz ətək deməkdir. Cədvəldəki bu tələffüzlər sizə çox kömək edəcək. Yaxşı, geyimlərin adını bildik, amma bu kifayət deyil, elə deyilmi? İndi gəlin onlara biraz rəng qataq. Yəni, geyimlərimizi daha dəqiq təsvir etmək üçün rənglərə və saylara keçək. Bu balaca detallar cümlələrimizi daha canlı edəcək. İndi isə gəlin rənglərə baxaq. Məsələn, blue, tələffüzü blue, yəni mavi. Çox asandır. Sonra yellow, tələffüz edirik yellow, sarı. Və pink, elə pink kimi də deyilir çəhrayı. İndi də bir neçə rəqəmə nəzər salaq. One, deyilişi one, yəni 1, two, 2 və five, 5. Unutmayın, sözləri düzgün tələffüz etmək çox vacibdir. Və gəldik ən maraqlı hissəyə. Bütün bu tək-tək öyrəndiyimiz sözləri indi bir-birinə calayıb tam səlis cümlələr quracağıq. Hazırsınız? İlk cümləmiz budur. Mənimlə birlikdə təkrarlayın. Gəlin birlikdə deyək. I have two blue shirts. Yaxşı, bu cümlə nə deməkdir? Baxın, slayd hər şeyi izah edir. I have two blue shirts deyirik. Bu da tərcümədə mənim 2 mavi köynəyim var deməkdir. Gördünüz? Həm say, həm rəng, həm də geyim adı. Hamısı bir cümlədə. İndi isə biraz fərqli quruluşda olan bir cümləyə baxaq. Diqqətlə dinləyin. My shirt is yellow. Bu cümlənin quruluşuna diqqət yetirin. Deyirik, my shirt is yellow. Bu, əvvəlki cümlədən fərqlidir. Çünki burada biz sahib olduğumuz bir şeyin sayını yox, sadəcə xüsusiyyətini, rəngini təsvir edirik. Yəni, mənim köynəyim sarıdır. Gəlin daha bir təsvir cümləsinə baxaq, amma bu dəfə cəm halda olan bir geyim üçün. My shoes are pink. Burada çox vacib bir məqam var. Shoes, yəni ayaqqabı cəm olduğu üçün biz artıq is yox, are istifadə edirik. Deyirik, my shoes are pink. Tərcüməsi isə mənim ayaqqabım çəhrayıdır. Bu balaca fərq çox önəmlidir. Gəlin yenidən birinci tip cümləyə qaydaq. Sahib olduğumuz bir şey deyək. Məsələn, I have 5 pants. Tələffüz və tərcüməni bir daha nəzərdən keçirək. I have 5 pants. Yəni, mənim 5 şalvarım var. Artıq bu cümlə quruluşu sizə tamamilə tanış gəlir, elə deyilmi? Əla. Daha bir sadə nümunə ilə məşq edək. Mənimlə təkrarlayın. I have one skirt. Və bunun da mənası I have one skirt, yəni mənim bir ətəyim var. Baxın, necə də asandır. Və son nümunəmiz. İndi isə həmin ətəyi təsvir edək. Deyirik, my skirt is blue. Gəlin birlikdə tələffüz edək. My skirt is blue. Tərcüməsi isə mənim ətəyim mavidir. Super! Artıq siz 2 çox vacib və fərqli cümlə quruluşunu mənimsədiniz. Deməli, gəlin öyrəndiklərimizi ümumiləşdirək. Bugünün ən vacib dərsi budur. Biz 2 əsas cümlə quruluşunu öyrəndik. Nəyəsə sahib olduğumuzu demək üçün I have deyirik, həmin əşyanı, onun rəngini və ya xüsusiyyətini təsvir etmək üçün isə my is və ya cəm haldadırsa my are ifadəsindən istifadə edirik. Bu slayd fərqi çox aydın şəkildə göstərir. Əla iş gördünüz. İndi isə öyrəndiklərimizi tətbiq etmək, yəni danışmaq zamanıdır. Gəlin öyrəndiyimiz cümlələri sürəkli şəkildə bir daha təkrar edək. Baxın, bütün bu cümlələr artıq sizə tanışdır. Bu ifadələri yadda saxlamaqla siz artıq ingilis dilində geyimləriniz haqqında heç çəkinmədən rahatlıqla danışa bilərsiniz. Və yekun olaraq sizə bir sualım var, bir növ tapşırıq da deyə bilərik. Bəs siz, elə indi, bugün nə geyinmisiniz? Cavabınızı indicə öyrəndiyimiz söz və cümlə quruluşları ilə ingiliscə qurmağa çalışın. Unutmayın, təcrübə etməyi mükəmməlləşdirir.